Bugün Füzulinin bir şeiri haqqında danışacağıq ki, şərabla bağlı yazıbdır. İndi mən uşaq olandan da həmişə belə mübahisələr olur. Füzuli hansı şərabı deyir, hansı yarı deyir. Çoxları deyirlər ki, bu nə ilahi şərabdır, bu irfani şərabdır, nə bilim. Bəziləri deyirlər ki, yox, bu adi şərabdır, içkidir falan, ya adi qızdır, ya Tanrını nəzərdə alır, İmam Hüseyni, İmam Əlini, bilmirəm kimləri belə nəzərdə alır. Bunların hamısı nağıl və əfsanədir. Biz elmi baxımdan, tarixi baxımdan, ədəbi baxımdan və biraz da fəlsəfə və məntiq yolu ilə gedib izinə düşməliyik ki, eşq sözü ümumiyyətlə hardan gəlibdir? Bu şərab necə olubdur, ədəbiyyata gəlibdir və necə olubdur bu bir mənəvi bir güc daşıyır? Ya yar sözü hardan gəlir? Bunlar keçmişdə olmayıblar. Mən sizə deyim ki, birinci qəzəli mən izah eləyəndə, dedim Məhəmməd Peyğəmbər zamanı yazılmış ərəb dilində şeirlərdə biz eşq sözünü görmürük. Eşq sözü o zaman ədəbiyyata həm farsların, həm ərəblərin, həm farsların və sonra türklərin də şeirində biz bunu görürük ki, eşq sözü işlədirlər. Ümumiyyətlə, bəs bu eşq sözü hardan birdən peyda oldu, gəldi ədəbiyyata? Ondan qabaq ərəblər həva deyirdilər. Və o həva sözü də irfani bir anlam daşamırdı. Elə adi kişi və qadın münasibəti, ya insanın məsələn təbiətə, gözəlliyə münasibəti falan, buna həva deyirdilər. Bəs bu irfani eşq hardan gəldi? Eşq sözü ümumiyyətlə hardan gəldi? Mən o zaman izah elədim sizə ki, eşq bir tür sarmaşıqdır. Ona ərəblər əşəqə deyirlər. Bəs nə oldu ki, 1200 il bundan qabaq başa düşdülər ki, eşq sözünü bu əşəqə sözündən alsınlar və sevgi mənasında işləsinlər. Bunu biz getməliyik qədim Yunan ədəbiyyatı ki, Öməvilər zamanı, Əbbasi xəlifəliyi zamanı onların həm ədəbiyyatı, həm fəlsəfəsi çox geniş şəkildə ərəb dilinə tərcümə olundu. Və biz görürük ki, məsələn İrandan ya ərəblərdən bir xeyli filosof çıxdı, İbn Sina, nə bilim, bunların hamısı, Razi, Mazi, bunların hamısı o ədəbiyyat və o fəlsəfə tərcümə olunandan sonra çıxdılar. İndi qaydaq bu eşq sözünə. Baxın, qədim Yunan kültündə bir tür rəqs var imiş, sema kimi. Məqsəd nə imiş ondan? O qədər rəqs eləsinlər ki, bunlar xəlsiyə geçsinlər, ekstaza geçsinlər. Biz bunlara bakçik rəqsləri deyirik. Dionis ya şərab tanrısı üçün demək ki, təşkil olunan cəmi rəqslər imiş və orada ekstaza gedirmişlər. Nə üçün? Buna görə ki, ruhları tanrılara qovuşsun. Deyirəm, onlar başlarına bir tür sarmaşıq ki, adı kisos imiş Yunan dilində, kisos qoyurmuşlar. Tac kimin başlarına qoyduqları kisos sarmaşığı sevgi tanrısının, yəni Erosun simvoluydu, eşqin simvoluydu. Ərəblər bu ədəbiyyatı tərcümə eləyəndə baxdılar ki, bu kisos sarmaşığı elə İraqda da, Səudiyyə Ərəbistanda da hər yerdə bitir bu və onlar ona əşəqə deyirlər. Və eşq sözü oradan ədəbiyyata gəldi. İndi bu şərab tanrısı nədir? Həm maddi bir şərabdır, həm mənəvi bir şərabdır. Orada həm şərab içirmişlər ki, rəqs eləsinlər,
daha tez ekstaza geçsinlər. Amma böyük məqsəd bu imiş ki, axır ki ekstaza geçsinlər və bir sıra təcrübələr vardılar o ekstazda ki, normal ağılla onları hiss eləmək olmur. İndi sizə bir nümunə o zamanın rəqs eləyə oxuyan şeirlərdən oxuyacağım, görəcəksiniz ki, nə üçün bunlar ekstaza getmək istəyirmişlər. Baxın, eyni ilə bizim irfanda ya sufilikdə olan sema rəqsi kimidir. Diqqət eləsəz, hər iki növ rəqsidə ney ilə dəf yaxud qaval istifadə olunur və rəqslər də çox bir-birinə bənzərliyi vardır. Və Platon deyir ki, bu divine madness-dir. Yəni ingilis dilində belə, mən çünki Yunan dilini bilmirəm, o ingilis dilində onları oxuyuram. Divine madness bunu adlandırır, yəni müqəddəs dəlilik. Və Shakespeare də bu müqəddəs dəlilik imenli bu termin haqqında deyir ki, the poet's eye in a fine frenzy rolling, does glance from heaven to earth and earth to heaven. Deyir ki, şairin gözü bir müqəddəs cünun dəliliklə fırlanır, baxır göydən yerə və yerdən göyə. Yəni şairin gözü o müqəddəs dəliliklə baxdığı üçün yerdən göyəcən nə var görür, göydən yerəcən nə var görür və həqiqəti görür. Siz Simpozium əsərinə ya Şölən əsərinə Platonun baxsaz, orada divine truth'dan danışır, divine beauty'dən danışır, müqəddəs həqiqət, müqəddəs gözəllikdən danışır. Eyni ilə bunlar sonra bizim irfani ədəbiyyata gəlibdilər, çatıbdılar. Demək, Dionysus yaxud Dionis və şərab ekstazı haqqında qısa desəm, Dionis Yunanlarda şərab, trans, mistik coşku, sərxoşluq vasitəsilə Tanrıya yaxınlaşma transıdır. Onun kültünün əsas elementləri nədir? Şərab vasitəsilə idrakın qapılarının açılması. Trans və ekstaz, yəni biz ona irfanda vəcd deyirik. Fərdi şuurdan çıxıb kosmik bir şuura qoşulmaq. Sizə indi bir Orfik himni oxuyuram. Bakçik rəqslərinin Dionis üçün təşkil olunan Bakçik rəqslərində məsələn bunu oxuyurmuşlar. Və əski Yunandan bizə gəlibdi, çatıbdı. Mənası belədir, baxın. Bədəni gizlicə daşıyan müqəddəs dəliliklərlə, ayinlərlə dolu ey Evoya deyə hayqırılan Bakxos. Bakxos həmən Dionysusun başqa adıdır. Görürsünüz burada Evoya. Siz demək ki, sema rəqslərinə baxsaz orada Yahu deyirlər. Yahu. Yunanlar da Evoya deyirmişlər. Fani ruhları dəhşətli ağrı acılardan azad edirsən. Bax görürsünüz, tamamilə bizim irfanımızda olan şeylər. Yəni sındır qəfəsi, yəni sən öz bədənindən o ruhunu çıxardı, burax ki, azad eləginən. Çünki orada ağrı acılarla yaşayır. Deyir, kədəri və pisliyi unutdurursan. Dionisə deyir. Kədər, baxın, Mövlanada da vardı. Deyir, dünyada bir dənə günah vardı. O da kədərdir. Dünyada bir dənə küfr vardı. O da ümitsizlikdir. Kədəri və pisliyi unutdurursan, yəni bir kamil insanın bizim irfanda desək ki, çox qısa desək ki, bu insan kimdir? O adamdır ki, vəcdidədir, həmişə ekstazda vəcdidədir və ümumiyyətlə pisliyi unudubdur. Deyir ki, ilahi coşqunluqla ruhu öz ilkin vətəninə qovuşdurursan. Mövlananın məsnəvisi necə başlayır? Deyir ki, mən bir qamışam və öz vətənimdən ayrı düşmüşəm
və o vətənə qayıtmaq istəyirəm. רפואי, טריגונום, וקהיון ענקתא, אגריון. Eynilə görürsünüz ki, Yunan ədəbiyyatı necə gəlibdir bizim demək ki, irfanımızı, fəlsəfə, hikmətimizi formalaşdırıbdır. İndi daha da uzun vaxtda danışmaq olar. Keçək Füzulinin qəzəli. İndi siz başa düşdünüz ki, Füzuli yar deyəndə, cünun deyəndə, dəlilik deyəndə, yaxud şərab deyəndə nəyi nəzərdə alır? Yaxşı, gedək indi Füzulinin 9-cu qəzəlinin başına. Şərab haqqında danışıb. Demək, qəzəlin vəzni nədir? Cam içrə mey ki, dairə salmış hubab ona, ayinədir ki, əks salır aftab ona. Bunun vəzni, iki cürə buna vəzn deyə bilərik. Müstəfilun, məfailun, müstəfilun fəəl. Ya da məf'ulu, failatı, məfailu, failun. Heç fərq eləməz. Dam, dam da, dam da, dam da, dam, dam da, dam da, dam. Demək ki, cam içrə mey ki, cam yanı piyalə, mey də yanı şərab, dairə salmış hubab ona. Hubab köpük deməkdir. Demək ki, köpük, şərabın üstündəki köpük ki, dairə salıbdır ona. Ayinədir ki, əks salır aftab ona. O bir aynadır ki, günəşin şəklini göstərir. Aftab yanı günəş. Zahid sual edərsə ki, meydən nədir murad? Əgər molla desə ki, meydən məqsəd nədir? Yəni, mey nə deməkdir? Bizdə səfadır, onda küdurət cavabına. Deyir, şəriət carçısı sual eləsə ki, şərabdan məqsəd nədir? Cavab budur ki, bizim üçün saflıqdır, sənin üçün bulanıqlılıq. Küdurət, kin küdurət biz deyirik. Küdurət, bulanıqlılıq, saf deyilsən sən. Sən ürəyində bir kin saxlamısan, pislik saxlamısan. Deyir, şərab bizim üçün gözəllikdir, sənin üçün kin küdurətdir. Qan yaş töküb yanında dönər atəşin kabab. Məşuqə bənzər atəş o, aşiq kabab ona. Deyir, qan yaş töküb yanında dönər, fırlanar atəşin kabab. Yəni, odlu kabab. Məşuqə bənzər atəş o, yəni məşuq oda bənzir, sevgili oda bənzir, aşiq kabab ona. Yəni, aşiq onun çevrəsində bir kabab kimi fırlanır. Yana-yana fırlanır. Eylər könüldə əşq, xətin şövqünü füzun. Oddan çıxar buxar, saçıldıqca ab ona. Bir gözdən ürəyə axan yaş, nəinki ürəyi sakitləşdirmir, soyutmur, hələ sənin xətinin şövqünü və sevgisini füzun eləyir, yəni çoxaldır. Oddan çıxar buxar, saçıldıqca ab ona. Yəni, suyu saçdıqca oda, nəinki o sakitləşməz, sönməz, hələ bir də buxar püskürər. Eylər könüldə əşq, xətin şövqünü füzun, oddan çıxar buxar, saçıldıqca ab ona. Çeşmin mərizi oldu könül, ləlinə yetir. Bakıda nəşr olunan divanda yazıb, ləlidən əmid. Amma qədim əl yazmalar və doğrusu düzü budur ki, deyir ki, çeşmin mərizi oldu. Çeşm yəni göz, yəni gözün mərizi oldu könül. Çeşm nə üçün çeşm deyir? Çünki məriz göz, kefli insanın gözü kimidir. Qıyıq. Və deyir ki, çeşmin mərizi oldu könül. Mənim ürəyim sənin
gözünün mərizi oldu. Ləhlinə yetir, yəni dodağına çatdır məni. Rənci xumarə düşür. Yəqin siz görmüsünüz, indi adamlar ki, gecə içirlər, səhər dururlar, başları ağrır, yəni xumar olurlar, paxmel olurlar desək. Onlar bir adcana yenidən şərab içirlər ki, baş ağrıları geçsin və Fuzuli deyir ki, mən sənin gözünün mərizi xəstəsi olmuşam. Məni dodağına çatdır, ləlinə çatdır ki, şərab kimi qırmızıdır. Rənci xumarə düşdü, yəni xumar əzab əziyyətinə düşdü. Davadır şərab ona bir acana da şərab versən, xumar başından uçar. Təklifi cənnət eyləmə kuyündə könlümə. Çün cənnət əhlidir, nə verirsən əzab ona. Təklif cənnət eyləmə, yəni mənə öz kuyündə, öz küçəndə, mənim ürəyimə cənnət təklif eləməklə ki, o biri dünyada cənnət vardı. Cənnət haradır? Cənnət sənin küçəndir, sənin yanındır. Çün cənnət əhlidir, nə verirsən əzab ona? Yəni, sən mənə o biri dünyanın cənnətindən danışanda əzab verirsən mənə. Mən zaten özüm cənnətdə sənin yanında yaşayıram. Özümü cənnətdə kimin hiss edirəm. Məsdududur Fuzuliyə meyxanələr yolu. Məsdud yanı bağlı. Meyxanalar yolu Fuzuliyə bağlıdır. Ya Rəbb, hidayət eylə təriq-i səvab ona. Yəni, düzgün yolu, ya Rəbb, ona göstərginən ki, necə eləyə bilər meyxanaya çatsın.